Yəni mən əksinə hardasa başı bağlı bir xanım görəndə bütün xanımlara hörmətim var. Amma nədənsə mən ona başqa cür münasibət bəsləyirəm. Daha çox hörmətliyirəm. Bu mənim mənfi cəhətim də ola bilər. Amma bu belədir. Nə var onu söyləyirəm. Mən çalışıram ki, ona başqa bir münasibət göstərəm. Bütün xanımları deyəndirəm ki, hörmətim, sevgi var. Təbii ki, o indi göstərdiyim belə dodağı buruna çatanları demirəm də, onlardan danışmam. Ümumiyyətlə, kişinin xanıma münasibəti tamamilə belə. Amma mən göstərdiyim videolarda, bir baxın da, indi sizə bir video göstərəcəm, baxın, görün. Yoldan keçən biri keçirir, o başı bağlı, Dağıstanlı bir xanım, amma əla cavabını verir o. Bax, əla cavabını verir, hiss olunur. Arada bir belə, belə bir şey var, o məncə dərbəndlidir. Bilməm, milliyyətçi kimdir, fərqləməz, Dağıstanlıdır. Dağıstanda çox millətlər yaşayırlar, ola bilər Azərbaycanlıdır, ola bilər Kumukdur, ola bilər, bilmirəm, Lakdır, ola bilər Ləzgidir, ola bilər, hansısa olsun. Amma əla da cavabını verir. Amma siz münasibətə bir baxın, o başı bağlı olduğuna görə ancaq başı bağlı olduğuna görə, bu ancaq Rusiyada ola bilər. Heç bir Avropa ölkəsində ona kimsə başı bağlı olduğuna görə ona təhqir göstərsələr, onun neçə illik işi var. Çox böyük cərimə pulu var, heç kim eləməz. Eləməzlər, Avropalı kimi görür, üzünə gülür o. Və həmən o Rusun çimosu olanda deyir ki, yalandan gülür adam izlə, yalan, kişi gülür də üzvə söymür ki sən, gələcək, bля deyib çüşmək desin, onda sənin xoşun gələcək, deyirsən, düz deyir, gerçək, mən çüşməkəm, onda xoşun gələcək, hə? İnsanlar bir-birinizdə gülürlər də, siz Amerikada olsun, sizin Şotlandiyada olsun, siz İsveçdə olsun, nə istəyirsə, basıb getmiş xalqın torpaqlarına orada, nə deyirsən, yaşayın dolarına bir yerdə də. Amma baxın, görün, başı bağlı olduğuna görə, bu videoya baxın, bu bir simptomatik bir videodur, baxın. Один нос оставь, дура, блядь. Пошла вон отсюда, тупорылая. Себе это Вали оставь. в свой аул. Ты мне будешь говорить, куда мне валить, Это что наша ли? страна. Какая страна? А то, что Я ты здесь тоже из сидишь, этой страны, понятно? Иск... Eşitdiniz? Если ты деревня и не знаешь. У нас так, блядь, У Ты кого что? у вас Ты что, свою плав- религию знаешь? У вас еще Конечно. хуже ходят, чтоб ты ты знала, что, необразованная дура. ты из бассейна вышла? Пошла вон, я тебе Чепчики, сказала блядь. отсюда. Пошла Это вон. ты пошла вон отсюда. Слушай, не беси до меня, я тебе врежу сейчас. Зачем ты напрашиваешься? Девушка, Они сами напросились. ругайтесь, не Они ругайтесь. сами напросились. Девушка, Спокой меня, Они что? сами Я тебе так напросились. врежу, ты у меня Приехать тихо. к ним в Они гости. сами вон напросились. Приехать к ним в гости, они вас тоже... Görün izləyəni Dağıstanlı У qız. нас весь Дагестан Давайте я вам заплачу. Вы русских тоже мы перед нами трогаем, будете да? улыбаться. Давайте я вам заплачу. Весь Дагестан Потому что они- русских ходят, мы никого из ваших не трогаем. Чего ты здесь ходишь Ты из много бассейна в разговаривать? шапочке приехала? Не твое собачье дело, откуда я пришла. В отличие от тебя, с голой задницей не хожу, понятно? Пошла вон У отсюда. меня зарплата Пошла 600 вон. тысяч, нормально все. Будь у тебя А ты зарплата тут сидишь, 600 тысяч, ты а бы ты мимо меня сидишь, блядь, спокойно с прошла бы. дешманской, блядь, как бассейн, из бассейна, блядь, вывалилась, дура. Да ты напрашиваешься. Дура, отсюда уеб... блядь, заебали, блядь. Дагестанцы, блядь, черножопые, нахуй, заебали Эшитез? нас, нахуй. Валите отсюда нахер, негры, черножопые, блядь, давайте, давайте, черножопые. Dağıstansı, Çernozadı, valit atsuda. Mən aranı qatıram, yoxsa bu? Hə, düdük, taxta baş. Hələ statuslarda yazırlar Facebook, Kamran aranı qatır, Kamran aranı qatır. Çünki bunlar onlara sifariş edir, eləyin ki, orada bizim işimizi biri açır orada, qoymayın danışmağa. Bunlara qulluq eləyənlər kim olar? Harada gördünüz? Yazın onları. Ben görürəm oraya, əgər mənim əvəzimə sözlər yazırsınız, yazın onların lobuna, alnına, bunun sifətinə baxın. Dağıstan niyə deyir validası? Amma Dağıstan da gəlin ona dedi ki, biz deyir, mən də buranın vətəndaşıyam deyir də belə. İndi hələ ki oranın vətəndaşıdır. Yox, o səni oranın vətəndaşı saymır. O sənin ata-ana o gəlib zorlayıb, öldürüb, dağıdıb, o Varançovu, onun bilim Yermolovu filan, orada qan, orada genotsid, orada soyqırım olub. Xalqların Çerkeslərin soyqırımı olub. Ubıqların soyqırımı, Çeçenlərin soyqırımı olub. Türk sayılı, Türk əsilli xalqların Dağıstanda, bütün xalqların orada hamısının soyqırımı olub. Bunların ata-babası eləyib. Çernozadı deyir sənə. İndi əsil burada özünü müsəlman sayan, dindar. Mənən qorxulu düşmən yoxsa o? Hə? Bəlkə ona cavab verəsən. Mənim işim bunu göstərib və sizin gözünüzü açmaqdır ki, hə kişi. İndi deyərsən ki, bu indi qadın da kişi çıxsa qabağıma bilsən nə eynəyəm. Bu tərbiyə elədiyi kişi, kişisin istəyirsən,
Baxın avtobusa kişisini sizə göstərim. İndi baxın kişisinə. Görün necə cavab verirsiniz. Görün necə o kepkalı gencə, bax bizimki nəsə başqa da, yəni bunlardan deyil. Gün sakit oturun. Qorxusun ama. O sakit oturup bak geliyor. Ayağa dursaydı o çoktan gitti. Avtobus bak geliyor. Bu da kişisi. He. Sizə bu yaxşıdır. Mən qatılamaram. Yoxsa bunlar? Necə olur ki, bu hərəkət edir, aranı qatmır. Razısa, gönül sakit oturur, buna kepkasını da koyup yerim, ölü baba heykələ dönüb, bak, Bincə bu belə bu düz burunun ortasında o dəqiqə sakitləşəcək. O dəqiqə, oradan qan axan kimi o dəqiqə bilirsiniz necə. O dəqiqə oturacaq yerə. İndi mən sizə göstərəcəm necə olan. Hətta öz filmlərində, kinolarında bunların psixologiyasını açırlar, kinolarında. O arvadı, bu da kişisi. Nə kişi, düdüyün biri. İfunət, hər yerdə ifunətdir. Biriniz oturub bu birisində, bu sakit oturub orada. Çörək qazanır da o, nə qaysi çörək qazanmağa gedib də o. Gedir ki, bax, sən çörək aparacaq. Allah kəsin sənin apardığın çörəyi. Kim oğluqla qazandıq o? Adam kişi kimi qazanar. O söz deyənməzdir. Kamrana, vay. Nə var ki, oturub belə divanda komik yazmaq, sifətində yox orada, bir şey üzümə də çıxanməzsən, heç var. Nə var ki? Amma fakt. Nə baş verir? Avtobusda, küçədə, kafedə. Çünki belə tərbiyə olunub bu. İndi sifət çıxır ortalığa artıq. Zəiflik, Ukraynaya uduzur. Nə idi o? Bey svaya, чтоб чужие боялись. Özünkün vururdu ki, biz qorxaq. Özünkündən gücü çatmadı. O qorxmadı. İndi bizim də gözümüz açılır. Və çalışır ki, kimin başı bağlıdır, hamısına qoyduğu adlar var, çüşməklər. Amma çüşməklər var. Çüşməklər bir gün get-gedə azalırlar deyəndə bunlarda agoniya baş verir.